Rayonların birində qonaq idim. Orada bir məclisdə bir el şairinin şeirini dedilər. Maraqlandım o şeirin, ilahi bir şeir idi. Maraqlandım, dedilər ki bu Cahangir Dalğın olubdu. Ustad sənə gözəl el şairi olubdu, aşıq olubdu. Amma o yaşadığı dövrdə heç bax onun şeirləri çap olunmuyubdu. Çox axtardım, tapa bilmədim onun şeirlərini. Mətbuatda tapa bilmədim. Mən onun şeirlərini topladım xalq cəmaət içərisindən daha. Topladım və bir kitab halında nəşriyyata vermək fikrim var. Sizin artıq o kitablarınız və o kitabın adı belədir ki, bundan da yamana şükür və oradan bir dənə şeir tamaşaçılar üçün səsləndirmək istəyirəm. Ya görünməz çox hökmün var, yaratdın cahana şükür, insanlığa qərar etdin, Adəmə Həvvana şükür. 14 dünya qərar tutdu nazil olan kitabda, Məhəmmədə pay göndərdin, 30 düz Qurana şükür. Qabil öldürdü Habili, qan götürdü dünyanı. Qabil öldürdü Habili, qan götürdü dünyanı, Həzrət Əli düldül atın minib gəzdi hər yanı. Qəm dəryasında görüb seçdilər müsəlmanı, hər gələn vasi tutduğu İsmail Qurbana şükür. Dalğın deyər mən heyranam sən tutduğun divana, həqiqətdən yaratmısan, hazıram imtihana. Layiq deyil coşqun təbim, belə haqsız dövrana, gərəkdir səbr eləyəm, bundan da yamana şükür. Gərəkdir səbr eləyək, bundan da yamana şükür.